Salam, hər vaxtınız xeyir, dəyərli müəllim olmaq istəyən namizədlər və həmkarlarımız. Bugünkü video izahımızda mətnlər haqqında danışacağıq. 5 mətndən ibarət verəcəyimiz bu izahda əsas mətnlərdə hansı komponentlərə fikir vermək lazımdır, mətnlərə hansı aspektdən yanaşmaq lazımdır, o haqda danışacağıq. İzaha keçmədən öncə qeyd edeyim ki, bizim əyani və onlayn qruplarımıza qeydiyyat davam eləyir. Əgər siz də qoşulmaq istəyirsinizsə, ekranın bu hissəsində gördüyünüz nömrələrlə bizə müraciət edə bilərsiniz. İndi isə keçək izahlara. İlk sualdan başlayaq. Mətnlərdə çalışın ki, birinci şərti oxuyasınız. Çünki mətni uzun-uzadı oxuyandan sonra ikinci dəfə şərti oxuyanda bir də gərək mətnə baxasan ki, mən şərtdə nəyə fikir verməliydim. Ona görə də öncə şərti oxuyaq, mətndə görə şərt nə istəyir bizdən? Mətnin əsas ideyasını ifadə edən cümləni istəyir bizdən. Bunu çəkək aşağı. Əsas ideyanı. İdeya deyirsə, deməli, ümumi mətnin məzmununa fikir verməliyəm. Böyük bir məmləkətə başçılıq edən bir hökmdar var imiş. Bir gün hökmdar qərara gəlir ki, piyada uzun bir səfərə çıxsın. Məmləkətini qarış-qarış gəzir, daşqalaqlı yolda gəzməkdən ayağı şişir. O saat belə bir qərar çıxarır ki, ölkəsinin bütün yolları ilə dəri döşədilsin. Lakin vəzirlərdən biri ona tövsiyə edir ki, bütün məmləkəti dəriyə bükməkdənsə, sadəcə ayağına geyindiyi çarığın altına dəri tiksin. Əsas ideya nədir? Gəlin baxaq bəndlərə. Vəziri ağıllı olan məmləkət daim inkişaf edər. Yaxşı hökmdarın yaxşı vəziri olar. Əgər dünyanı dəyişmək istəyirsənsə, birinci özündən başla. Daşlı yollarda yeriməsən, bərkiməzsən. Yaxşı hökmdar məmləkətin dərdindən xəbərdar olar. Mətndə əsas ideya ilə mətnin tərkibində verilən fikirləri çox zaman qarışdırırıq. Əsas ideya o cümlələrin birləşmiş bir formasıdır. Məsələn, A bəndi deyir ki, vəziri ağıllı olan məmləkət daim inkişaf edər. Yəni, burada açığın vəzirin ağıllı olması görünürdü. Amma əsas ideya bu idimi? Digər bəndlərə baxaq. Yaxşı hökmdarın yaxşı vəziri olar. Yəni, bu da mətndə əslində olan ifadədir. Yəni, vəzir yaxşı idi, deməli, hökmdar da ona qulaq asırsa, o da yaxşıdır. Mətndə olan cümlələrdəndir, ifadələrdəndir. C bəndi deyir ki, əgər dünyanı dəyişmək istəyirsənsə, birinci özündən başla. Yəni, sən ölkənin bütün yollarını dəri ilə döşətmək istəyirsən, amma halbuki öz ayağına geyindiyin dərini düzəltsən, hər şeyi düzəltməyə ehtiyac qalmaz. Yəni, sən bir növ özünü düzəltməyə başlasan, artıq ölkənin bütün yolları düzəlmiş olar. Yəni, mətnin əsas çatdırmaq istədiyi ideya buydu. Ona görə doğru cavabımız olacaq C variantı. Daşlı yollarda yeriməsən, bərkiməzsən. Yəni, heç bir əlaqəsi yoxdur. Yaxşı hökmdar məmləkətin dərdindən xəbərdar olar. Yəni, hökmdar məmləkətin dərdindən xəbəri var. Mətndə olan ifadələrdir. Amma ümumi ideyadırmı? İdeya deyil. Ona görə də ümumi ideya mətnin məzmunundan çıxan əsas nəticə deməkdir. Mətnin məzmununda olan ifadələrin cəm forması deməkdir. Burada doğru cavabımız olacaq C variantı. Davam edən növbəti sualdan. Z nəsli ilə bağlı bir mətindir. Yəqin ki, çoxunuz bilirsiniz artıq Z nəsli nə deməkdir. Son günlərdə çıxan bir termindir. Keçirək bu hissə, mane olmasın bizə. Z nəsli 2000-ci il və sonrasında, yəni kompüter və internet texnologiyaları dövründə doğulan nəsli ifadə etmək üçün istifadə olunan termindir. Bu nəsillər texnologiyadan istifadə edə bilməklə bərabər doğulduqları iqtisadi, siyasi və mədəni strukturun təsiri ilə bir öncəki nəsillə müqayisədə fərqli xüsusiyyətlərə malik olduğu üçün diqqət çəkir. Bu nəsil ağıllı telefonlar, iPadlər və ya kompüterlərlə hələ uşaq ikən tanış oldular. Çoxu bu texnologiyaları həyatlarının ayrılmaz bir hissəsi kimi görür. Bu nəslin böyük bir hissəsi valideynlərindən, hətta müəllimlərindən daha yaxşı internet istifadə etmə bacarığına malikdir. Bu hal istər təhsildə, İstərsə də məişətdə böyüklərin gənc nəslə bilik və bacarıqlarını ötürdüyü ənənəvi quruluşa da təsir edir. Deyək ki, Z nəsli ilə əlaqədar aşağıdakı suallardan hansının cavabı yoxdur. Gəlin baxaq. Sizcə bu anlayış nəyi ifadə edir? Z nəsli anlayışı sizcə nəyi ifadə edir? Burada qeyd edir. Deyək ki, Z nəsli 2000-ci il və sonrasında, yəni kompüter və internet texnologiyaları dövründə doğulan nəsli ifadə etmək üçün istifadə olunan termindir. Yəni, ilk cümlədə A bəndinin izahı var. İnternetdən istifadə bilikləri hansı səviyyədədir? Burada da var.
Qeyd olunub ki, burada bu nəslin böyük bir hissəsi valideynlərindən, hətta müəllimlərindən daha yaxşı internet istifadə etmə bacarığına malikdir. Demək ki, internet istifadə etmə bacarığı öz valideynlərindən və müəllimlərindən daha yaxşıdır. Burada ümumi bir səviyyə qeyd olunub. Bu nəslin əvvəlki nəsillərdən fərqli özəlliklərə sahib olmasının səbəbi nədir? Fərqli özəlliklərə sahib olmasının səbəbi. Çünki bu nəsillər texnologiyadan istifadə bilməklə bərabər doğulduqları iqtisadi, siyasi və mədəni strukturun təsiri ilə bir öncəki nəsillə müqayisədə fərqli. Yəni, bir öncəki nəsillə fərqli olmasının səbəbi doğulduqları şəraitdə texnologiyanın inkişaf etməsi idi. Və ardından deyir ki, bu nəsillər ağıllı telefondur, iPaddir, kompüterlərlə hələ uşaq ikən tanış olurlar. Yəni, əvvəlki nəsildən fərqli özəlliklərə sahib olmasının əsas səbəbi elə məhz bu idi. Ona görə bu sualın da doğru cavabı var. Kompüter və iPad kimi texnoloji vasitələri niyə həyatlarının ayrılmaz bir hissəsi kimi qəbul edirlər? Çoxu bu texnologiyaları həyatlarının ayrılmaz bir hissəsi kimi görür. Niyə görür? Çünki bu nəsil, bax burada yenə əvvəldə qeyd olunub, telefon, iPad və kompüterlərlə hələ uşaq ikən tanış olur. Yəni gözünü açandan bu ancaq internet və texnologiya dövrünü görüb, ona görə də həyatın ayrılmaz bir hissəsi kimi görür bunu. Texnologiyadan istifadə bilməklə doğulduqları iqtisadi, siyasi və mədəni strukturun təsiri də var və doğulub görüblər ki, ancaq burada kompüter var, texnologiya var, ona görə də həyatların ayrılmaz bir hissəsi kimi qəbul edirlər. Y bəndindən davam edək. Elmə və öyrənməyə olan biganəliyin səbəbi nədir? Mətndə elmə və öyrənməyə biganəlik barədə heç nə danışılmır. Ona görə də bu sualın doğru cavabı yoxdur. Düzgün cavabımız oldu Y variantı. Deməli, növbəti mətnimizdə şərt nədir? Mətnin əsas ideyası nədir? Yenə əsas ideyanı müəyyənləşdiririk, ümumi mətni oxumalıyıq. Oxuyan və dinlədiyini anlayan, ancaq fikrini ifadə edə bilməyən uşaqların uğur qazanması çox çətindir. Oxuyan, öyrənən, ancaq dinlədiyini, öyrəndiyini anlamayan, sadəcə danışan uşaqların da çətinliyi var. Çünki onlar əzbərlədiklərini tez unudurlar. Ona görə də oxumaq, dinləmək, anlamaq və danışmaq kimi qabiliyyətlərin hər birini uşaqlarda düzgün formalaşdırmaq lazımdır. İdeya. Uğur qazanmağın yolu oxumaq və fikrini ifadə etməkdir. Yenə də, bax, biz qarışdırmamalıyıq. Mətndə verilən ifadəni doğru cavabda qoymaq, yoxsa həmin ifadələri birləşdirib ümumi bir məzmun müəyyənləşdirmək, ideya müəyyənləşdirmək daha doğrusu. Uğur qazanmağın yolu oxumaq və fikrini ifadə etməkdir. Yəni, bu fikir səhv deyil, doğru fikirdir. Amma burada digər bəndlər də var. Anlayan fikri qeyd olunub, fikrini ifadə edə bilmək, dinləyən, öyrənmək, öyrəndiyini anlamaq. Yəni, burada bütün fikirlər tam ətraflı qeyd olunmayıb. Ona görə də A bəndini götürə bilmərəm. Oxumaq, dinləmək, anlamaq və danışmaq bir-biri ilə sıx əlaqəlidir. Fikir verin, bütün bəndlər sadalanıb. Oxumaq, dinləmək, anlamaq və danışmaq. Hər biri də deyir ki, bir-biri ilə sıx əlaqəlidir. Bu bizim əsas ideyamızdır. Doğru cavab B bəndi. Digər bənddə deyir ki, dinlədiyini və oxuduğunu anlamaq hər şeydən vacibdir. Yəni, fikir olaraq doğrudur. Dinlədiyini anlamaq vacibdir. Amma mətnin əsas ideyasıdırmı? Xeyr, sadəcə mətndə verilən müəyyən bir ifadənin doğru izahıdır. Ona görə C-ni də götürə bilmərəm. Məktəbdəki dərsləri boş buraxmaq lazımdır. Uyğun deyil. Çoxlu kitab oxuyan uşaqlarda həm anlamaq, həm də dinləmək inkişaf edir. Yəni, bu məsələn fikir olaraq doğrudur. Çoxlu kitab oxubsan, sənin də həm anlamağın, həm də dinləməyin inkişaf eləyər. Amma mətnin əsas ideyasıdırmı? Xeyr, çünki digər ifadələr, baxın, B bəndinə verilən oxumaq, dinləmək, anlamaq və danışmaq ifadələrin 4-də iştirak eləyir. Yəni, tam əhatəli cavab B variantında öz əksini tapıb. Davam eləyək digər sualımızdan. Şərtdə nə istəyir bizdən? Bu mətndə ümumilikdə nədən danışılır? Gəlin görək nədən danışılır. Yazıçıların, şairlərin mövzu seçimi fərqlidir və bu fərqliliyi bir sıra səbəblərlə əlaqələndirə bilərik. Yazıçının, şairin dünya görüşü, təhsili, bilik və təcrübəsi bu seçimə təsir edir. Məsələn, kənddə böyüyüb başa çatmış bir yazıçının romanlarının əsas mövzusu kənd və kəndli problemləri olmuşdur. Bunu əsasən kənddə böyüyərək oranın mühitini və cəmiyyətini
daha dəqiq analiz edə bilmələri ilə izah edə bilərik. Gəlin baxaq, görək nədən danışılır mətndə. Yazıçıların mövzu seçiminə təsir edən səbəblərdən. Yazıçıların, şairlərin mövzu seçimi fərqlidir. Baxın, mətn mövzu seçimi ilə başlayır, fərqlilikdən başlayır. Sonra deyir ki, bunu bir sıra səbəblərlə əlaqələndirmək olar. Hansı səbəblərdir bunlar? Birinci növbədə dünya görüş, təhsil, təcrübə, daha sonra kənddə böyüyüb başa çatmış biri ilə, yəni şəhər, kənddə, yəni ətraf mühit, harada böyümüsən, necə böyümüsən, o şəraitin də sənin yazıçılığına birbaşa təsiri var. Mühit və cəmiyyət birbaşa açar söz budur. Yəni yazıçıların mövzu seçiminə təsir edən səbəblər birbaşa doğru cavabdır. Ümumilikdə mətn bu haqqda danışır. Gəlin digər bəndlərə baxaq. Kənddə doğulub böyüyən yazıçıların seçdiyi mövzulardan. İndi burada yalnız kənddə olan yazıçılar haqqında danışmır axı. Ümumi məzmun istəyir bizdən. Kənd cümləsi yalnız bizdə harda başlayır? Məsələn, kənddə böyüyüb başa çatmış. Baxın, bu cümlədən etibarən başlayır. Amma buna qədər deyir ki, yazıçıların, şairlərin mövzu seçimi fərqlidir. Bu təhsil, dünya görüşü, yəni yalnız kənd söhbəti deyildi burada. Dünya görüş məsələsi var, təhsil var, bilik var, təcrübə var, bu məsələlər də vardı. Ona görə yalnız kəndlə əlaqələndirə bilmərik biz bu mətni. B bəndi olmaz. Mövzu seçiminə görə şeir və romanların fərqliliyindən, xeyr, burada artıq şeir yazır, roman yazır, povest yazır, bu haqda fərqlilik yox idi, fərqləndirici cümlə yoxdur mətndə. Kənd mövzusunda roman yazanların əsasən kənddə böyüməsindən, yəni baxın, kəndə bağlayıb birbaşa. Yəni mətn sırf olaraq kənddən danışmırdı. Ona görə bunu da götürə bilmərəm. Yazıçı və şairlərin böyümə üsullarındakı fərqlilikdən, təbii ki, burada kimisə böyüməsindən danışmır. Əsas məsələ şairlərin mövzu seçimləridir. İlk cümlə yazıçıların, şairlərin mövzu seçimləri fərqlidir və bu fərqlilik bir sıra səbəblərdən qaynaqlanır. Ona görə də Y bəndi olmaz, düzgün cavabımız olacaq A variantı. Davam eləyək növbəti sualdan. Sonuncu sualımızdır. Şərt nə deyir? Mətnin ideyasına aid olmayan fikri müəyyənləşdirin. Dünyadakı ən şirin və ən acı şey dildir. Ən gözəl söz dildən çıxar və insanı xoşbəxt edər. Ən pis söz də dildən çıxar və həmin söz insanı yaralayar. Dünyadakı ən gözəl və ən çirkin şey də qəlbdir. Gözəl qəlbi olanlar yaxşılıq edər. Pis qəlbi olanlardan isə hər cür pislik gözləmək olar. Gəlin görək, əsas ideyaya aid olmayan fikir hansıdır? Gözəl sözlər qarşımızdakına sevinç gətirər. Bəli, bu uyğun gəlir. İnsan ona deyilən sözləri tez unudur. Burada unutmaqla bağlı hər hansı bir şey yoxdur. Yəni, pis sözləri tez unutmaq. Burada sadəcə deyir ki, qısa olaraq, yaxşı yaxşıdır, pis pisdir. Yaxşını pisdən fərqləndirir. Amma ümumi məzmunda insan ona deyilən sözləri unudur məsələsi mətndə öz əksini tapmayıb. Pis qəlbli insanlar rahatlıqla pislik edər. Bəli, pis, pisdir deyir mətn. Doğrudur. Qəlb və dil insanların ünsiyyətinə təsir edir. Tamamilə doğru fikirdir. Əgər qəlbin gözəldirsə, dilin yaxşıdırsa, gözəl rəftar eləyib, gözəl düşünəcəksən. Gözəl qəlbi olanın dilindən çıxan söz pis olmaz. Yəni, gözəldirsə, gözəl olar. Məzmununda doğru fikirdir. Bu mətnin də ideyasına aid olmayan əsas fikrimiz oldu. B variantında. Demək, əziz izləyicilər, bugünkü videomuzdan da, bugünkü izahımızdan da bu qədər. Növbəti izahlarda, videolarda inşallah görüşərik. Qeyd edeyim ki, həftə ərzində paylaşılan bu videolardan daimi məlumat əldə etmək istəyirsinizsə, YouTube kanalımıza abunə olub, videonu bəyənib paylaşa bilərsiniz. Əyani və onlayn qruplarımız tezliklə dərslərə başlayır. Əyani dərslərimiz ayın 14-dən etibarən sıralama ilə riyaziyyat, Azərbaycan dil və kurikulum hər biri fəaliyyətə başlayır. Əgər siz də həm onlayn, həm də əyani dərslər üçün müraciət etmək istəyirsinizsə, burada gördüyünüz əlaqə nömrələri vasitəsilə bizə yaza bilərsiniz. Sağ olun, növbəti dərslərdə, növbəti izahlarda görüşərik.